canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Təbrik edirəm. Bilirsiniz ki, Vəhdət Partiyası ictimai siyasi həyatımızda çox böyük sambalı ilə, çəkisi ilə seçilən bir partiyadır. Biz bugün Vəhdət Partiyasının Yasamal Rayon Təşkilatının sədrini seçməliyik. İndi təşkilatı məsələdən əvvəl mən istəyirəm sözü bizim görkəmli aktyorumuz, xalq artisti Əlnur verir. Buyurun Əlnur. Hörmətli xanımlar, hörmətli cənablar, sizin hamınızı salamlayıram Vəhdət Partiyası adından və qarşıdan gələn böyük bayramımız, bahar bayramımız mübarək olsun. Bahar yeni ildir, yeni ilin gəlişidir. Bilirsiniz ki, buludlar sirkələnir, göydən nur yağır və torpaq oyanır. Bütün dünya yaşıllığa bürünür. Bu yeni ilin gəlişidir və buna biz Novruz bayramında deyirik, hərdə. Bayramımız mübarək olsun. Bilirsinizmi, Vəhdət Partiyasının Yasamal rayonunda təşkilatının bu iki seçkim məclisində rayonun gözəl insanları əyləşirlər. Mən ancaq bunu dəstəkləyirəm və təbrik edirəm ki, gələcəkdə seçilən hər kim olursa olsun, ona uğurlar diləyirəm. Partiyanın liniyası aydındır. Partiya dövlətimizə, millətimizə və Cənab Prezidentə və Ali Baş Komandanın xəttinə arxalanan partiyadır. Və bu partiyada öz ardınca apardığı xalqlar, millətlər hamısı dövlətçiliyimizi dəstəkləyən yeganə qüvvədir. Mən uzun danışmaq istəmirəm. İstəsəniz, deməli, sentyabrın 30-u Türkiyədə Zəfər bayramıdır. Yəni, Sayın Başkan Atatürk'ün 18-22-ci ildə apardığı mübarizənin bayramıdır. Deməli, bütün İstanbul, Ankara və böyük şəhərlər hamısı Atatürk'ün böyük şəkilləri ilə bəzənir. Bina neçə mərtəbə olur olsun, 50 mərtəbə, 52 mərtəbə olursa olsun, deməli, Mersin şəhərindəki kimi. Yenə Atatürk'ün şəkli o hündürlükdə, deməli, binaları, küçələri, yolları bəzəyir. Mən orada 5 gündə 10 dəfə rəsmi çıxış elədim. Yəni, rəsmi çıxış kimlər idi? Dövlət müşavirləri, millət vəkilləri və hərbiçilər, yəni generallar. Birinci gün Hərbiyə Naziri Yaşar Gülərin qarşısında Hərbiyə Nazirinin iqamətgahında çıxış elədim. Orada bir 15-20 dəqiqə. Azərbaycan dövlətinin deməli, yaranmasından, Türkiyə ilə dostluğundan və Atatürk'ün Azərbaycan haqqında göz yaşları içində dediyi fikirləri, sözləri, Hüseyin Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı haqqında dediyim o tarixi fikirlərin hamısını orada təkrar elədi. Və səhəri gün biz stadionda Sayın Ərdoğanla mən bir riyətdə yanaşı oturmuşdum. Və təxminən tədbir getdi orada. Tədbirdən sonra Sayın Başkan bizlə görüşdü. Və mən Ərdoğanın iki əlindən yapışdım və ona Azərbaycan xalqına göstərdiyi dəstək, Cənab Prezidentin yanında dağ kimi durmağı, işğal olunmuş torpağımızın geri qayıtmasında Azərbaycan dövlətinə dəstək olması haqqında ona təşəkkürümü bildirdim. O da çox böyük bir qürurla Azərbaycan bizim canımız, sizlərsə bizim baş tacımız ifadəsini işlətdi və bizi dəvət elədi prezident iqamətgahına. Onsuz da biz prezident iqamətgahında əlavə deməli gündə olduq. Mən orada 5 gündə 10 dəfə rəsmi çıxış elədim. Çıxışımı nə ilə başlayırdı? Baxa Atatürk'ün və Heydər Əliyevin vaxtı ilə göstərdiyi xidmətlər, deməli, Türkiyənin prezidenti ilə Bakıdakı görüşləri, bizim tədbirdə şəxsən iştirak elədiyi, Dədə Qorqud tədbirində iştirak eləməyi və baş barmağın belə qaldırıb Türkiyənin prezidentinə dedi ki, baxın, Azərbaycan xalqı Dədə Qorqudun yubileyi necə keçirilir? Bax, bu bütün dünyada Dədə Qorqudun ən yüksək keçirilən tədbiridir.
Və bunları siz yəqin televiziyanın kanalında tarixi hadisələrlə bərabər görürsünüz. Mən orada bütün çıxışlarımı nə ilə başlayırdım? Azadlıq Allahı tək əyləşib öz yerində. Azadlıq Allahı tək əyləşib öz yerində. Yerin göyün nuru var Peyğəmbər gözlərində. Sadəliyi nur saçır əzəməti dərində. Gedir Polad çiynində Azərbaycan boyda yük. Ata Heydər, Atatürk. Bax, belə başlayırdım bu şeirlə, bu uzun şeirdir, Xəlil Rızanın şeiridir. Bununla başlayırdım və ən axırda əlbəttə Cənab Prezidentə həsr olunmuş Ali Başkomandan şeiri ilə bitirirdim. Sənin kimi Fatihi zaman yetirməz bir də. Sənin kimi Fatihi zaman yetirməz bir də. Haqq ədalət çarçısı, tarix yazan sərkərdə. Səndən ilham güc alır, zabit, əskər, səngərdə. Hər vəsül meydanında qələbə çalan adam. Tarix yazan sərkərdə Cənab Ali Başkomandan. Düşmənimiz baş əydi, sən and içən bayrağa. Sənin azad etdiyin hər bir qarış torpağa. Anamız Azərbaycan qovuşdu Qarabağa. Qalmadı qısassız bir damla tökülən qan. Tarix yazan sərkərdə Cənab Ali Başkomandan. Getdiyin bu şanlı yol Ulu Heydər yoludur. Getdiyin bu şanlı yol Ulu Öndər yoludur. Sənin ordun müzəffər, sənin xalqın uludur. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır, arzun, əməlin budur. Milyon milyon dodaqdan, milyon milyon ağızdan səslənir xeyir duan. Tarix yazan sərkərdə Cənab Ali Başkomandan. Sən yalqız tək olmadın, mətin Türk qardaşın var. Sən yalqız tək qalmadın, mətin Ərdoğanın var. Xanım Mehriban kimi könül, can sirdaşın var. Bircə sözün əmrinlə ordun ayağa qalxar. Səninlə Azərbaycan bir ürəkdə iki can. Tarix yazan sərkərdə Cənab Ali Başkomandan. Yeni tarix yaradan, özü Fatih olan Cənab Ali Başkomandan. Bu bizim böyük qələbəmizdir. Azərbaycan belə götürəndə, yəni Şimali Azərbaycan kiçik bir ölkədir. Amma Azərbaycanın Ali Başkomandanı və prezidenti bu Azərbaycanı elə inkişaf xətti ilə inkişaf elətdirib ki, dünyanın super dövlətləri ilə yanaşı duran, Amerika ilə, Rusiya ilə və nəhəng Çinlə, nəhəng ölkələrlə yanaşı duran bir dövlət. Mən bilirsiniz, biraz belə götürəndə, biraz sərt adam olmuşam. Orta məktəbdə oxuyanda da, institutda oxuyanda da, iş yerində də möhkəm belə sərtəm, açıq tənqid edirəm, yeri gələndə o tənqidə layiq olan hadisələri. Amma mən sizə bir söz deyirəm, mən çox dövlət tədbirində olmuşam, Azərbaycanın müşavirlər, dövlət xadimləri oturublar. Azərbaycanın himni çalınır, heç kim himni bilmir, oxumur. Amma Türkiyədə orta məktəbdən tutmuş, bağçadan tutmuş bütün Türk vətəndaş hamısı himnin əzbər bilir və tədbirlərdə oxuyurlar. Mən bunun dəfələrlə şahidi olmuşam və görmüşəm. Bu dövlətin atributudur, ən alidir. Mən İncəsənət İnstitutunda dərs deyəndə siz təsəvvür edin ki, hələ biz müstəqil deyildik. Müstəqil deyildik. Mən sinifə girəndə tələbələr qalxırdı, onlara himni oxutdururdum, ondan sonra dərsi başlayırdım. Və təsadüfi deyildi ki, Təhsil Naziri ilə və yaxud Mədəniyyət Naziri ilə kim gəlirdisə, rektor onları mənim sinifimə gətirirdi. Və o himn insanın ruhudur, himn ruhdur. Bu, Azərbaycan xalqının 1905-ci ildən ta bu günə qədər tökülən qanları yaddaşlarda əbədiləşdirən bir böyük bir ruh, böyük bir poetikadır. Buna nə şeir demək olar, buna nəsə bir vəzinlə yazılmış. Bunun adı nədir? Bu ruh, milli ruhdur bu. Ona görə mən arzu edərdim ki, bax, Azərbaycanda bilirsiniz, təhsil sistemimizdə nə qədər xətalar var. Bu xətalar harada gəlir? Başlayır bağçadan. Gərək bağçada oxuyan uşağına ciddi məşğul olasan. O himni bilməlidir. Orta məktəbdə himn bilməlidir. Ali məktəbdə himni bilməlidirlər. Himn
millətin ruhudur, dünyaya püskürən ruhudur, dünyaya püskürən içinə, ürəyinə axan göz yaşlarıdır. Bütün çaylar, yeraltı çaylar, yerüstü çaylar, dənizlərə, okeanlara axır. Amma insanın hissləri hamısı onun göz yaşları ürəyinə axır. Bu ürəkdən gələn fəryaddır. Siz o sözlərə fikir verirsiniz. Əhməd Cavad onu necə yazır? Adam dəhşətə gəlir. Bunlar adi insanın yazısı deyil. Bu Allah tərəfindən. Siz bilirsiniz, dünyanın ilk yazıcısı Allah'dır. Çünki ilk doğulan insanın alnına yazını o yazıb. Ona görə dünyanın ilk yazısı Allah'dır. İlk alın yazısına yazdığı yazıdır ve bugünkü bizim şairler, yazıçılar, Nizami'den, Homer'den tutmuş üzeri, onlar Allah'ın yerdeki mirzələridir. Yani Allah verir onu, o ruhu, o düşünmeden, fikirləşmədən onları yazır. Yoksa o heç bir misrada yazmaq olmaz. Görün necə təsvir eləyir. Çox böyle adam dəhşətə gəlir. Azərbaycanın tüm faciələri kiçik bir himnin içində var. Tökülən qanlar, şəhidlər, qazilər, qələbələr və əbədi olan Azərbaycan ən axırda nöqtə qoyulur. Azərbaycan, Azərbaycan, Azərbaycan. Türkmen Radı bəyi təbrik edirəm və çox vacib məsələdir. Partiyamız həmişə var, partiya əbədidir. Gün olacaq inşallah bu partiyanın siz xeyrin görəcəksiniz inşallah. Xeyirli olsun. Sağ olun. Teşekkür ederim. Partiləri bilirdim çünkü ben de burada yaşayanam. Bilirdim çok ictimai faal olurlar. Eyni zamanda onlar hər zaman dövlətçiliyin yanında olurlar. Yasamalda xeyli bizim qazilərimiz var, tez-tez görüşürük, şəhidlərimiz var. Eyni zamanda bugün Vəhdət Partiyası əslində marağındadır ki, insanlar Cənab Prezidentin dəfələrlə vurguladığı kimi ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Mesela onlar ki son vaxtlar bütün dünyada gedən prosesdir, siyasətə yalnız siyasətçilərin bir işi kimi baxırıq və bu da ona gətirib çıxarır ki, bəzən siyasətçilər kabinetindən çıxmırlar, maşınlarından çıxmırlar deyənə xalqın yanında ola bilmirlər. Vəhdət Partiyası siyasətçilərlə vəhdət olaraq, vəhdətçi olaraq sakinlərin vəhdətini təklif edir. Nədir bu vəhdət? İntellektuallıq, elmsallıq, xalqın yanında olmaq, xalqın sosial və digər problemlərinin həllində hökumətlə, dövlətlə vətəndaşların bircə sülhünə və danışığına şərait yaratmaq. O ola bilər ki, bəzi adamlar üçün biraz romantik səslənir. Amma ideyanı biz verməsək, sizin fikirdə, buyurun. İdeyanı biz verməsək, dövlət bu ideyaları haradan götürəcək? Sözsüz ki, yerlərdə olmalıdır, bu ideyalar vətəndaşlardan gəlməlidir və mən sevinirəm ki, son vaxtlar yaranan və yaxud yeniləşən partiyaların içində Vəhdət Partiyası həm dövlətçiliyin, həm Cənab Prezidentin, həm xanım Mirvan xanımın ətrafında olaraq Azərbaycanın milli dövlətçilik fəlsəfəsini reallaşdırmaqda bizim hökumətin özünə də kömək edir. Nə qədər qəribə səslənsə, biz dünən bir tədbirdə idik, Süni İntellektualları möhtəşəm bir Elmlər Akademiyası ilə birlikdə möhtəşəm bir elmi praktik konferans keçirdik. Elmi praktik konferansda da o məsələ səsləndi. Gələn texnologiyalar vətəndaşlara yönəlidir, yoxsa insanlara yönəlidir, yoxsa yenə də hansısa varlı insanlara ya məmurlara yönələcək. Süni intellekt sizin hər birinizin yanında olacaq, yoxsa sizin uşaqlarınızı, bizim doğmalarımızı bizim əlimizə alacaq. Və bəlkə ölkənin problemləri yanaşı, həm də insanların problemlərini qabardır və onunla bağlı elmi, bəlkə də qabaqlayıcı proqnozlar verməklə həm də dövlətə və hökumətə kömək edir ki, hökumət bizim sizinlə birlikdə olan bir çox problemləri həll edəsin. Elə məsələlər var ki, bu hökumətdən asılıdır sözsüz ki, elə məsələlər var ki, dövlətdən asılıdır, elə məsələlər də var ki, bizim özümüzdən də asılıdır. Yasamal rayon icra hakimiyyəti və bələdiyyəsi mən bildiyim qədər kifayət qədər müəyyən işlər görür ki, vətəndaşlarla dövlət qurumları arasında müəyyən bir bağlılıq olsun. Problemlər hər yerdə olduğu kimi yasamalda da var. Ölkəmiz hər halda kommunizmdə biz yaşamırıq, müəyyən problemlər var. O problemlərin həllində biz sizinlə birlikdə nə edə bilərik? Vətəndaş olaraq biz partiya xəttindən istifadə edin və yaxud birbaşa Cənab Prezidentin e-mailinə yazmaqla və yaxud müraciət etməklə Prezidentin saytına həm öz problemini, həm də rayonun problemini qabarda bilər.
Ola bilər ki, o problem bugün həll olmasın, amma mütləq sabah həll olacaq. Yadınıza gəlir, deyildi, yaşlı nəslin nümayəndələri burada əksəriyyət tələb edir. Biz vaxt vardı polis idarəsində bir arayış almaq üçün nə qədər əziyyət çəkirdik. Vaxt vardı ki, Ümumi Vətəndaş Partisi yüksək səviyyədə xidmətlər göstərən bir formatdır, texnologiyadır. Hoş gəlmişsiniz. Və yaxud, bayaq indi Əlnur müəllim deyir, əslində həqiqət vardır. Bizim çoxumuz bəlkə də himnin sözlərini bilir, heç tanırıq deməyə. Amma Əlnur müəllim deyib ki, narahat olmağa dəyməz, çünki burada olanların içində də var o insanlar. Ola bilər himni içində gizlənsin, himni əzbər bilməsin, amma döyüş meydanında o adam getdi, elə bir də sizin igid oğlunuz. Getdi orada Qarabağda alır, düzdürmü? Ola bilər ki, hə, dərsdə zəif idi, amma Qarabağda elə bir möhtəşəm dərs keçdi düşmənlərə ki, indi də dünya deyir. Və bu baxımdan, məsələn, mən fikirləşmirəm, qardaş fikirləşmirəm. Amma bizim hansı uşağımız pul alır? Könüllü hamısı 100 min, 2 mən daxil olmaqla, 2 siz daxil olmaqla. Bax bu, Qarabağda biz qalib gəldiksə düşmənə. Burada hansısa bir problemə qalib gəlmək çətin. Bizim hansımızın uşağı 600 bal yığıb və gəlib dövlətin, məmurun yaxasından yapışmamış ki, bunu Cənab Prezident pul verir də, xaricdə təhsillə bağlı. Düzdürmü? Mənim balamı niyə Amerikaya göndərmişsə oxumağa? Bir nəfər əlini qaldırsın ki, 600-700 yoxdur. Uşaqlarımız oxumur, nə üçün oxumur? Biz birlikdə partiya xətti ilə ya dövlətin xətti ilə nə etməliyik ki, yeni nəsil oxumalıdır? Bizim uşaqlarımız sizinlə birlikdə, bu böyük problemlərdir. Baxın, bizə qəribə gələ bilər ki, biz elə bilir ki, partiyalar ancaq seçkilərdə iştirak edib, 3-4 tane deputat seçkiləri, yaxud prezident seçkilərində iştirak edirlər. Yox, hakimiyyət uğrunda sivil mübarizə ilə yanaşıb, partiyalar həm də bizim içimizdə olan problemlərin həllinə kömək etməlidir. Hər birimizin evində uşaqların əlində mobil telefonlar var. Yığışdıra bilirik o mobil telefonları. Dərs oxumaya lazım olanda da mobil telefonlar, məktəbdə də mobil telefonlar. 90% uşaqların gözləri çəpdir. Bilirsinizmi, 40% bizim doğulan uşaqlar xəstə doğulurlar və bununla bağlı biz nələr etməliyik, necə edirik? Uşaq poliklinikaları normal işlirmi? Uşaq həkimləri evlərə vaxtında gəlirmi? Və s. və ilaxır. Bax, bu problemlərin hər biri, mən fikirləşirəm ki, biz rayonlarda bu konferansları keçirən indeksarlar gedir, 50 işçisi var da, düzdürmü? Amma əhali 10 milyon nə qədərdir? Yaxşı, bir hissəsi burada deyil. Əhali nə edir? Əhali öz uşağı üçün, öz məhəlləsi üçün, öz kəndi üçün, rayonu üçün, şəhəri üçün nələri bacarır, nələri edir, hansı ideyaları verir? Mən çox istəyirəm ki, Vəhdət Partiyası İsveç modelini götürsün. İsveçdə belədir də, yəni ki, biz ona gedəcəyik, çünki iqtisadi rayonlar bilirsiniz, elan edilir, necə ki, Qarabağ rayonu var və digərləri. İsveçdə nədir? Sizin kimi əhalidir. Ən azı həftədə bir dəfə orada referendum olur ki, tutalımda hansısa bir sahə zəifdir, referendum edirlər ki, bunu biz necə aradan qaldıra bilərik. Ona görə də mən əhalimizdən, sakinlərdən və xüsusən də yasamal insanlar ki, burada mənimlə çiyin-çiyinə, bəlkə də qonşu, bəlkə də birbirimizi görmüşük, çox xahiş edirəm. Bəlkə də bu bizim ziyalı olan tələbimizdir sizdən ki, biraz pahalılığı nümayiş etdirək. Çünki hər kəs öz evinin içində girir, yatır, fikirləşir ki, pandemiya mənim qonşuma qədər gələ bilər, yanğın mənim evimə qədər gələ bilir, onda o tərəfə mənə heç də olmayacaq. Amma öz evi yananda artıq durur ayağa, başlayır oyan-boyana zəngiləməyə. Bizim gənclərlə bağlı problemi pulu verilir və digər ödəmələr olur. Baxın, bununla bağlı mən çox istərdim ki, biz ümumən sizinlə birlikdə, yalnız indi təhsil konferansı keçirdik, sədri seçdik, yaxın buradan məclisə bir nəfəri seçdik, yox. Natavan xanım, sizə üzr tuturam deyirəm. Çünki bildiyim qədərdə sizin qruplar var ki, sizin namizədliyinizi bizim Ali Məclisə irəli sürürlər. Və mən sizdən də çox xahiş edəcəm. Yerlərdə, siz bilirəm ki, uzun müddət deyən ki, Natavan xanımı tanıyırsınız. Heydər Əliyev məktəbini keçmiş, parlamentdə xüsusi müxbir olmuş, qəzet və sayt rəhbəri, ictimai xadim, qadınlar cəmiyyətinin faalı olaraq və xeyriyyətçi olaraq, demək olar ki, bütün yerlərdə və xahiş edərdim o xeyriyyə tədbirlərini həm də bizim bu yasamalda keçirəsiz, bəlkə də bələdiyyə ilə birlikdə keçirəsiz, icra ilə birlikdə keçirəsiz. Biz Natavan xanımdan xahiş edirik, yerlərdə görüşlər edin. Burada seçilən bölmə, yəni rəhbəri ilə birlikdə, bizim burada rayon şöbəmizin rəhbəri ilə birlikdə tam gedin, əhalini bir evdə döyün, soruşun, görün, necədirlər. Niyə bizim evdə mənim anam ölməlidir və heç kimi xəbəri olmamalıdır? Bir aydan sonra, bir ildən sonra və yaxud bir həftədən sonra aləmi iyi basandan sonra biz bilməliyik ki, bizim qocalar ölür. Bizim yaşlara heç kim baxmır. Uşağı da var, övladı da var. Nə olub bizə? Bu milli mentalitet dəyərləri hamı yalandan deyir, amma hardadır bu? Reallıq hardadır? Biz nə edirik?
Yəni hamını gedib məmur axtarmalıdır. Hə, məmurun işi odur ki, hansısa biz onu bilərik. Onlar bu məsələ ilə bağlı əhali ilə yaxından təmas qurub, həmin o problemlərin həllində bizə kömək edə bilərlər. Yeri gəlmişəm, mən Vəhdət Partiyasının sədri Adəm müəllimin salamını da sizə çatdırıram. O beynəlxalq tədbirdə idi, biz bir yerdə idik. Sadəcə onu buraxmadılar, çünki məruzəçilərin biri də o idi. O xüsusi salamlarını çatdırdı. Olmalı da əlbəttə, amma rəhbərlik burada kifayət qədər təmsil olunur. Və mən fikirləşirəm ki, biz Natəvan xanım imkan daxilində burada Yasamal şöbənizə həm seçilən sədri, həm də fəalları bir dəfə bizim mərkəzi qərargaha gətirərsiniz. Uzaqda deyil, liderdəyik. Orada bir yaxşı bir görüş keçirərik. Bu müzakirələri daha qızğın, daha belə necə deyərlər, ətraflı orada edə bilərik. Hər birinizə minnətdaram. Qarşıda gələn bayramlarınız mübarək olsun. Eşq olsun Yasamallar, eşq olsun Cumhuriyyətimizə, eşq olsun Vəhdət Partiyasına. Ümumilikdə Vəhdət Partiyasının Yasamal rayon təşkilatının sədrinin seçilməsi məsələsi var. Əvvəlcə say komissiyasından Eyniyev Nigarın namizədliyi irəli sürülür. Eyniyev Nigar. Sonra məclisin katibi Qurbanov Əbdülağa. Kim razıdır, əlin qaldır. Kim razıdır, əlini qaldırsın. Namizədlərin seçilməsi. Namizədlərin seçilməsi prosesi. Kim razıdırsa əlini qaldırsın. Qəbul olundu. Qəbul olundu. Yasamal rayon təşkilatının sədrinin seçilməsi. Bir nəfərin namizədliyini verin, təşkilat sədri, öz arazdan. Bir nəfərin namizədliyini verin və Yasamal rayon təşkilatının sədri seçəcək onu. Seçin daha doğrusu. Namik Quliyevin Yasamal rayon təşkilatının sədr seçilməsini kim razıdırsa xahiş edirəm əlini qaldırsın. Diri danış biraz, diri danış. Öyle. Tamam. Qəbul olundu. Qəbul olundu. Namik müəllim Vəhdət Partiyasının Yasamal rayon təşkilatının uğurlar arzulayır, gələcək isə nəzarət komissiyasına seçilməsinin səsə qoyuruq. Quliyev Nazim, Quluzadə Rəvan. Quliyev Nazim. Quliyev Nazim azdır. Bəli, bəli. Səs verməyə qoyalım. Səs verməyə qoyaq. Kim razıdır, əlini qaldırsın. Bəli, səs qəbul olundu. Qəbul olundu. Təbrik edirəm. Baş məclisə nümayəndə. Yasamal sakinləri, sizi xoş gördük. Ben sərdidən söyləyəcəm sizə. Demək istəyirəm ki, problemlər çoxdur, düzdür. Bizim rayonda da problemlər var. Amma bizim başçı çox cəlbəşanlıq edir ki, bu tədbirlər, bu görüşlər keçirdi. Ben o günləri bir yerdə görüşdəydik. Leyla xanımın təşəkküsü ilə həyətdə gözəl bir mənzərə yaratmışdılar. Sağ olsunlar. Biz də Vəhdət Partiyası olaraq başçımızın, dövlətimizin, prezidentin xanımının yanındayım. Və sizə hamımıza uğurlar arzulayıram. Arzu edirəm ki, bizim Yasamal rayonunun sakinlərinin bir problemi olmasın. Əgər nəsə bir problemi olsa, nəsə bir şey olsa, biz Vəhdət Partiyası olaraq sizin yanınızdayıq və sizə kömək eləməyə hazırıq. Sağ olun, çox sağ olun. Değerli vaxtınızı ayırıb bura gəldiyiniz üçün, zəhmət çəkdiyiniz üçün, bizim partiyaya etimat göstərdiyiniz üçün hər birinizə minnətdaram və sizin Ramazan bayramınızı, bahar bayramınızı təbrik edirəm. Yeni seçilən sədrimiz Quliyev Namiki, baş məclisin sədri seçilmiş, nümayəndəsi seçilmiş Natəvan xanımın,
və digər nəzarət təftişə seçilən yoldaşların hər birini təbrik edirəm. Bu məsuliyyətli işi öz boyunlarına götürdükləri üçün siz hər biriniz onlara etimad göstərdiyiniz üçün sizə də təşəkkür bildirirəm və çox danışmaq istəmirəm. Mən qısa danışmaq istəyirəm. Birincisi, Vəhdət Partiyası haqqında sizə qısa məlumat verim. Vəhdət Partiyasının 2025-ci il iyun ayının 14-də 6-cı qurultayında Vəhdət Partiyasından siyasətdə yeni olan gənc kadr, Prezidentin İdarə Etmə Akademiyasının müəllimi olan, ADA Universitetinin müəllimi olan Adəm İsmail Bakuvi seçilmişdi və Adəm müəllimin partiyaya rəhbər seçiləndən sonra partiyanın, elə ki, partiya dövrünün ikinci canlanma dövrünü keçmişdi. Bu yaxınlarda mart ayının 5-də Prezident Administrasiyasından Prezidentin müşavirləri bizim partiyaya qələm qoymuşlar və bizim partiyanın rəhbərləri ilə qısa görüşlər oldu. Prezidentin nümayəndəsi Vəhdət Partiyasının sədri Adəm müəllimin axırıncı 6 ayda gördüyü təşkilatlanma məsələlərində müəyyən elmi və qazilərimiz barədə, qələbəmiz barədə müəyyən mədəni tədbirlərimiz, dövlət proqramına uyğun tədbirlər keçdiyinə görə xüsusi minnətdarlıqlarını bildirdilər və Prezidentin nümayəndələridir ki, məhz biz partiyanın bu inkişafını haqqında, inkişafı barədə dövlət başçımıza məruz eləmişik. Bu yaxınlarda dövlət başçısının hər hansı bir tədbirində, çıxışında Vəhdət Partiyası haqqında öz fikrini cəmiyyətə, öz mesajını cəmiyyətə çatdıracaqdır. Partiyanın rəhbərliyi haqqında budur. Ondan qalan bizim Yasamal rayon sakini olan Natəvan xanım bizim Vəhdət Partiyasının sədrinin müşaviridir. Natəvan xanımın cəmiyyət arasında gördüyü işlər barədə də sizə məlumat verim. Natəvan xanım bir çox qazi ailələrinə, bir çox şəhid ailələrinə müəyyən tədbirlərdə həmişə təşkilatçılıq edir, kömək edir. Cənab Prezident Ulu Öndərimiz Heydər Əliyev haqqında kitabların müəllifidir və daimə insanların köməyinə çatan bir xanımdır. Vəhdət Partiyasının təşkilatlanmasında da öz müəyyən gücünü, rolunu göstərmişdir. Başqa bir mövzuya keçməzdən əvvəl, siz indi deyirsiniz ki, informasiya dövrüdür, gəliblər bizə müəyyən işləri tərif edirlər, deyirlər. Əsla elə deyil. Bizim partiyanın tənqidi fikirlərdə biz dövlətçiliyimizi və dövlət başçımızın xəttini, siyasətini dəstəkləyirik, amma hökumətdən narazı qüvvələrdən narazılığımızı hər zaman bildiririk və yenə bildirəcəyik. Ayrı-ayrı məmurlar, insanları incidən məmurlar, elə məmurlar var ki, hətta dövlət başçısının xəttinə də xəyanət edirlər. Bunu biz dəfələrlə şahid olmuşuq. Vəhdət Partiyasının məramnaməsi, məqsədi xalqımızla dövlətçiliyimizin, dövlət başçımızın necə deyərlər, münasibətlərini daima sıx əlaqələndirmək, xalqımızın, insanlarımızın fikrini dövlət başçısına, dövlət rəhbərlərinə düzgün, dolğun çatdırmaqdır. Bu yolda sizin hər birinizə təşəkkür edirəm, hər birinizi aktiv fəal olmağa arzulayıram və Vəhdət Partiyasının genişlənməsində sizin hər birinizin roluna görə sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun. Vəhdət Partiyasının Yasamal rayon təşkilatının sədri Namiq Quluyevə söz verirəm. Buyurun. Salamlayıram hər birinizi. Bu günləri, bu gözəl gündə, bayram ərəfəsində Qızılın qiymətli vaxtınızı ayırır. Bu günləri bizim Vəhdət Partiyasının Yasamal rayon konferansında iştirak eləmək üçün gəlmişsiniz və xoş gəlmişsiniz. Təşəkkür edirəm ilk növbədə və ilk növbədə Vəhdət Partiyasının sədri Adəm Bakuviyə təşəkkürümü bilirəm. Mənə göstərilən ehtimala görə qısaca özüm haqqında araş vermək istəyirəm. Mən özüm əslən Xızı rayonunun Ağdara kəndinənəm. Özüm Yasamalda anadan olmuşam, ali təhsiliyəm, İqtisad Universitetində almışam. Uzun müddət idarəçilikdə təcrübəm var, icra hakimiyyətində ictimai siyasi şöbənin müdiri olmuşam və bütün öz həyat təcrübəmə görə bütün ölkənin, rayonun ictimai siyasi həyatında
xüsusi yəni xidmətlərim olub. Ailəliyəm, 4 övladım var, babayam, 7 nəvəm var. Allah hər birinə qismət eləsin. Və mənə böyük etimad göstərilib Vəhdət Partiyasının rəhbərliyi tərəfindən və bu günlərdə bir daha onun mən yəni şahidi oldum ki, bu günləri məni dəstəkləmək üçün və bizim partiyaya olan hörməti əks etdirən bu yasamal cəmaatı burada iştirak edir, bizə dəstək verir, bugünkü tədbirimizdə iştirak edir. Bir daha sizə öz təşəkkürümü bildirirəm. Və gələcəkdə bizim, yəni Adil xanım da yəni, öz çıxışında ətraflı qeyd elədi, Natavan xanım da qeyd elədi və xüsusilə təşəkkür edirəm Əlnur müəllimə, bizim şəhid atasıdır və bizim ölkənin təmsil olunmasında və ali məclislərində və ölkəmiz haqqında, onun tarixi, gələcəyi və prezidentin bugünkü strategiyası haqqında, apardığı daxili və xarici siyasət haqqında həmişə Əli müəllim çox alovlu, məntiqli çıxışlar edir. Biz bir xalq olaraq həmişə onu izləyirik. Təşəkkür edirəm Əli müəllim. Təşəkkür edirəm, var olun, ağsaqqal kimi. Bu günlər Vəhdət Partiyası, yəni Zahirən qeyd elədiyi kimi, biz bir neçə illərdən sonra, yəni tam bu günləri ölkənin ictimai-siyasi həyatına atılaraq Cənab Prezidentimiz, Ali Baş Komanda, Əliyev cənablarının ətrafında sıx birləşmək və ölkənin daxili ictimai-siyasi həyatında yaxından iştirak eləmək, ölkənin quruculuğunda, iqtisadiyyatın inkişafında, bütün sahələrində öz fəallığımızı göstərməliyik və mən bu çıxışla bağlı Yasamal rayon cəmaatına və bu günlər Yasamal cəmaatı bizimlə bir yerdədir. Yəni, müraciət edirəm. Bundan sonra da bütün ictimai-siyasi həyatımızda baş verən bütün hadisələrdə hamımız, yəni partiyamızın adı kimi bir yerdə bütöv, həmrəy, həmfikir olmaq və Cənab Prezidentimiz və hörmətimiz, yəni sədrimiz Adəm müəllimin bizə yəni verdiyi təlimat, göstərişləri həyata keçirmək, bunların hamısının yəni məqsədi ölkə və ölkə siyasətinə, ölkə prezidentinə, dövlət və dövlətçiyə yəni xidmətin nümunəsi olub və olacaqdır. Mən qısa bir yəni tarix yaşamışıq da Azərbaycanın ilk ictimai birliklərindən olan Bakı Kəndlər Birliyinin bazasında yaranmışdır Vəhdət Partiyası. 89-cu ildən, 88-ci ildən artıq heç Sovetlər Birliyi dağılmadan, yəni hələ də dağılmamışdı, artıq bu ərəfədə idi. Bakı Kəndlər Birliyi bir ictimai birlik kimi ölkənin ictimai-siyasi həyatında deməli, öz mövqeyini çıxış elətdirdi və bizim keçdiyimiz azadlıq, suverenlik, dövlətçilik yolunda çox böyük şücaətlər, qəhrəmanlıqlar göstərdi. Mən bütün bu tarixi proseslərin o gəncliyimə təsadüf edir. Onların hamısının şahidiyəm və onları biz yəni, yaşamışıq, görmüşük. Şükürlər olsun Allaha ki, bu günə qədər gəlib çatmışıq. Və bizim tarixi qələbəmizdən biri də o idi ki, Qarabağı azad eləmək, yəni Qarabağı 30-32 illik həsrətdən qurtarıb tam Azərbaycan yəni, xəritəsini tamamlamaq və suverenliyimizə nail oldu. Təbii ki, yəni, bu qələbəni, bu zəfəri bizə Ali Baş Komandan, Cənab İlham Əliyev, Müzəffər Komandan və onun bir yəni, müraciəti ilə bizim bütün xalq birlik, nümayiş elətdirdi və Azərbaycan xalqına Qarabağın bəxş elədi o mənfur
erməni qonşularımızı öz torpaqlarımızdan yəni azad edib, azadlığa qovuşdurdu. Və bütün bu deməli sahədə yəni bütün xalq yəni əl bir oldu. Yəni elə bir ki insanlar, yəni bizim gənclər, cavanlar kimliyindən, mövqeyindən, ictimai yəni mövqeyindən asılı olmayaraq hamı bir nəfər kimi Ali Başkanının ətrafında birləşdi və Allah şəhidlərimizi rəhmət eləsin, onların ailələrinə Allah'tan səbir diləyirəm, Allah rəhmət eləsin və şəhidlərimiz öz qanı bahasına bizim yəni alnımızda olan, mən yəni öz təbirimizə deyirəm, alnımızda olan bu qara ləkəni bizim alnımızdan sildilər və bizim başımızı uca diş tutdular. Bu günləri şəhidlərimizin yəni tökülən qanı bahasına, onların yəni ruhu hesabına biz bu günləri bütün dünyada qalib ordu kimi yəni təmsil olunuruq və bütün dünya yəni hegemon dövlətlər belə yəni bizi belə də qəbul edir. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir diləyirəm. Qazilərimiz uzun ömür, can sağlığı, Allahdan şəfa diləyirəm. Yəni bizə bu günləri bəxş eləyən, bizim gələcəyimizi təmin edən, bizimizi, dövlətçiliyimizi yəni təmin olunmasında dünyaya bir müzəffər ordu kimi, qalib bir xalq kimi bizi təqdim edəncə, yəni təqdim olunmasında onların yəni danılmaz xidmətləri var. Biz yəni heç vaxt, yenə də deyirəm, heç vaxt onların xidmətləri yəni unudulmamalıdır. Onların yəni o çəkdiyi əziyyət, yəni əziz xatirə kimi hər birimizin qəlbində yaşamalıdır ki, və bu vətənpərvərlik hissi gənclərə aşılanmalı, təbliğ olunmalıdır, təşviq aparılmalıdır. Yəni hər tərəfli biz onların şəhidlərimizin xatirəsini, yəni qazilərimizin yolunu əziz tutmalıyıq və onlara yəni həmişə hörmətlə yanaşmalıyıq və heç bir vaxtda yaddan çıxmamaq üçün təbii ki, mətbuatda, yəni bütün sosial şəbəkələrdə bunlar vurgulanır. Düzdür, bəzi problemlər də var. Təbii ki, indi problemlər var, ictimaiyyətdə yəni problemlər var, o problemlərin də həlli yolunda addımlar atılır. Belə qıraqdan baxanı döyüş asan gəlir, amma onu bilməliyik ki, 30-32 illik işğal altında qalan yəni torpaqlarımızın bərpası, onların inkişafı, ora həyatın qayıtılması, orada regionların inkişafı, yəni çox böyük maliyyə xərcləri görür. Yəni biz indi onu yəni müəyyən mətbuatdan bilinir də, müəyyən ahali qismi onu bilir, dərk edir, müəyyən hissədə onu qəbul eləmir, yəni çətinliklərlə olan ahali məsələn sosial problemlərin yəni həllində öz narazılıqlarını bildirirlər. Mən inanıram ki, yaxın bir gələcəkdə, yəni ölkənin apardığı siyasət yəni onu göstərir. Biz bunu mətbuatdan da izləyirik, hər tərəfli biz yəni sosial şəbəkələrdən də izləyirik. Bu yönündə işlər aparılır. Az bir yaxın bir zamanlarda bütün bu məsələlər öz həllini tapacaq və xalqımızın təbii ki, sosial mühafizəsində yaşamağa haqqı var. Azərbaycan xalqı bu haqq qazanır. Çünki artıq 30 neçə ildir biz Sovetlər Birliyindən öz azadlığımızı əldə edəndən sonra yəni sosializm iqtisadiyyatının dağılması, Azərbaycanın keçid dövrü və məcburi qaçqın və köçkünlərimizin yerləşdirilməsi, onların təmin olunması, bu elə bir yəni balaca bir yəni bir gişə deyil. Yəni Azərbaycan ilk addımını müstəqilliyə atan Azərbaycan dövləti üçün belə 1 milyonluq qaçqın kütləsinə qarşılanması və onların problemlərinin həll olması istiqamətində maliyyət çatışmazlıqları olan dövrdə böyük bir problemdir. Və şükürlər olsun Allah'a ki, bu günləri artıq onlar geridə qalıb. Yəni ulu öndərimiz Heydər Əliyevin siyasəti nəticəsində bu günləri ulu öndərin yəni yolunu davam etdirən İlham Əliyev cənablarının siyasəti nəticəsində biz bunları adladıq və bu günləri artıq
biz bir daha Azərbaycanın inkişaf, çiçəklənməsi dövrünü yaşanmasını və gələcək və sosial problemləri həlli yolunda, sosial refah yolunda əhalinin daha çatması üçün nə lazımdır, olunur. İnşallah yaxın bir zamanlarda, gələcəkdə, yəni mən ümidvaram ki, həllini tapacaq. Mən Yasamal gəncləri, Yasamal əhalisini, indi burada yəni iştirak edən Yasamal əhalisi, yəni hər bir adam bir məhəlləyə gedəcək, bir evə gedəcək və müəyyən belə məclislərdə, mərasimlərdə müzakirələr olacaq. Yəni bilin ki, Yasamal rayon, yəni Vəhdət Partiyasının Yasamal rayon təşkilatı tam vüsətlə yəni işə başlayıb və işlər aparılacaq, gənclərlə iş aparılacaq və bu günləri Cənab Prezidentimizin qəbul elədiyi bütün proqramlarda həm daxili və xarici yəni apardığı siyasətlərdə yaxından yəni dəstək olmağa, həmişəki kimi kömək olmağa biz Vəhdət Partiyası olaraq Vəhdət Partiyasının Gənclər Təşkilatı nəzərdə tutulub inşallah təşkil olunacaq və təbliğ təşviqat işlərinin aparılmasında, yaxından kömək olunmasında bütün bu gənclərimizi yəni sağlam yola, sağlam fikrə, sağlam təfəkkürə dəvət edib bu sahədə özümüzün yəni inşallah işlərimizi aparacaq. Yəni təşkilatçılıq olacaq. Təbii ki, hər yerdə olduğu kimi mən məsələn bir Yasamalda yəni yaşayan kimi olan kimi mən məsələn həmişə bir şeyə azmışam ki, bu narkomaniya gələndə birinci məsələn Yasamalın adı tutulur. Və bu məsələn ürək ağrısı ilə qəbul edirdim də, yəni bunu. İlk öncə qarşıdan gələn Ramazan bayramı və Novruz bayramı münasibətilə hər birinizi təbrik edirəm. Qoy bu bayramlar hamımız üçün şərli, xeyirli, uğurlu olsun. Sağ olun. Və Yasamal rayonunda Vəhdət Partiyasının rayon təşkilatının yeni sədrin seçilməsi münasibətilə keçirilən konfrans keçirdi və bu konfrans münasibətilə də bütün üzvlər və fəalları və iştirakçıları hamını təbrik edirəm. Rayon təşkilatlarının qurulması, partiyamızın bölgələrdə fəaliyyətinin genişlənməsi, təşkilatlanmanın güclənməsini və vətəndaşlarla daha sıx əlaqələrin qurulması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu addım partiyamızın məqsəd və məramnaməsinin Yasamal rayonunda da daha effektiv şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradacaqdır. Prezidentə, dövlətə, dövlətçiliyə, xalqa sadiq olan partiyalardan ən öndə gedənlərdən biri də məhz Vəhdət Partiyasıdır. Bu konfrans partiyanın, Vəhdət Partiyasının nizamnaməsinə və məramnaməsinə uyğun olaraq tam demokratik bir şəkildə keçirildi. Və bir daha bu konfransda seçilən Yasamal rayonu yeni sədri vəzifəsinə seçilmiş Namik müəllim, Natəvan xanım, Baş Məclisin üzvü və yeni seçilmiş nümayəndələri də təbrik edirəm və onlara bu məsuliyyətli, şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. Və bütün təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar və nailiyyətlər diləyirəm. Sağ olun. İndi isə Cənab Quliyeva. Buyursun. Mən də salamlayıram hər birinizi, xoş gördük. Namik müəllim, 5 dəqiqəli çıxışınızda siz demək olar ki, bütün platformanız haqqında ətraflı da sual verməyə ehtiyac yoxdur. Mən sizin iş prinsifinizə artıq necə deyərlər, %100 razıyam. Özüm də Yasamal rayon sədriyəm, Respublika Qadınlar Cəmiyyətinin 20 ildir Carcı jurnalının baş redaktoruyam. Özüm də hərbiçi ailəsiyəm, mən həyat yoldaşım polkovnik Əmir Quliyev. Oğlum 37 yaşında
hərbi helikopter idarə eləyir. Yəni mən bütün bunları ona görə deyirəm ki, özüm Yasamal rayon ərazisində yaşayıram, işləyirəm və sizə söz verirəm ki, mən sizlə çiyin-çiyinə olaram. Niyə? Çünki bu rayon kifayət qədər çox məsuliyyətli rayondur, Yasamal böyük rayondur. Bu rayonda yerləşən demək olar ki, bir neçə nazirliklər var, ali məktəb ocaqları var. Mən özüm bu tədbirlərimizi keçirəndə çox belə məsuliyyətlə çalışmışam ki, eləyim bu işlərimi. Heydər Əliyev mərkəzində dəfələrlə mənim tədbirlərim olub. Rayon icra hakimiyyətinin xətti ilə biz tədbirlər keçirmişik. Bizim heç bir dövlət məmuruna ziyanımız yoxdur. Niyə? Çünki biz onlara dəstək, kömək, öz işimizdə, öz sahəmizdə. Bilirsiniz, nə qədər mən tədbir keçirmişəm. Gözdən əlil Yasamal rayonu mənə veriblər onların siyahısını. Mən aparmışam Azərselin xətti ilə, qoymuşam sosial fondun qarşısında səyyar həkimlər, sonra orada siyahı ilə gözdən əlillərin bəlkə bir pulsuz, təmənnasız onların müayinəsi, müalicəsi mən özüm şəxsən həyata keçirmişəm. Nümayəndə olaraq icra hakimiyyətindən gəliblər, özləri də gözlərinə görüblər. Hətta müayinə də olublar, eynəklər, hədiyyələr eləmişəm. Orta məktəblərdə bu məktəb uşaqlarının ağır çantaları onları skalyoz kifoz elədi. Mən həkimləri dəvət eləmişəm, təmənnasız. Bizim işimiz təmənnasızdır. Biz nə iş görmüşüksə bu rayon üçün, təmənnasız eləmişik. Yenə də deyirəm, sağ olsun mənim həyat yoldaşım mənim arxamda durur. Mənə bütün qapıları açır. Necə deyərlər, məni belə qoymur ki, nədənsə mən bir balaca axsıyam. Ona da mən təşəkkür edirəm. Burada olsaydı mənlə qürur duyardı. Çox təəssüf ki, burada deyil. Amma bütün bunlara rəğmən mən Vəhdət Partiyasının əl-məlim, siz axı məni tanıyırsınız, biz qonşuyuq. Vəhdət Partiyasının da bütün gələcək işlərində uğurlar arzulayıram. Vəhdət Partiyasının 3 tədbirində iştirak eləmişəm, İlham müəllim. Və həmin tədbirlərdən birini 8 mart Novruz bayramı və Ramazan bayramına əlaqədar çıxmış xüsusi buraxılışımızda mən 4 səhv işıqlandırmışam. Çox təəssüf ki, Adəm müəllim burada yoxdur, mən onun da çıxışını vermişəm. İcazənizlə mən onu göstərim sizə, vaxtınızı 2 dəqiqə alacağam. Mən burada qəhrəmanlıq eləməmişəm, işimi görmüşəm, amma ki, yenə də olsun, söz verib gedirəmsə, mən onu eləməliyəm. Baxın, mən burada Adəm müəllimin də çıxışını vermişəm. Burada yanımıza gəlir hərbi prokurorluqda keçirilmiş Xocalı faciəsinin il dönümü ilə bağlı mən həmin tədbiri işıqlandırmışam. Və mən öz həmkarım Nartavan xanımı da təbrik eləyirəm. Çünki mən Nartavan xanımı kifayət qədər tanıyıram. Onun gördükləri işlər mənim gözümün qabağındadır. Bayaq sadaladılar. Hər bir gözəl sözlərə layiq xanımdır. Ona görə də mən yüz ölçü bir biçə adamam. Nartavan xanımın özü haqqını da mən burada vermişəm. Nartavan xanım sıradan bir xanım deyil. O, prezidentimizlə yanaşı, Mehriban xanımla yanaşı, ailəsi ilə bir yerdə yanaşı, onun bütün fəaliyyəti göz qabağındadır. Mən də onu işıqlandırmaya bilməzdim. Bizim jurnalımız, abunəçilərimiz Yasamal rayon YAP təşkilat sədrləridir. Yasamal rayonunda yerləşən bütün aktivistlərə, fəallara bizim jurnalımız gedir. Yəni ki, mənim işim ancaq sizi işıqlandırmaq olacaq. Mən yenə deyirəm, mən qəhrəmanlıq eləməyəm, öz işimi görəcəyəm. Amma mənim əlimdən gələn budur və Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri kimi də fikirləşirəm ki, qadın hüquqları, aliment məsələləri, narkomaniya yox deyək, o mövzularda keçirilən tədbirlərdə Nartavan xanımın yanında olmağa söz verirəm və hesab edirəm ki, bu insanların qarşısındayım, mən sizə söz verirəmsə, mən öz sözümün üstündə dururam və sizinlə çiyin-çiyinə olmağa Namiq müəllim. Bir daha mən sizi təbrik edirəm. Çox gözəl seçim oldu, ürəyimdən oldu. Mən sizi həm də Xızı torpağının yetirməsi, özüm də Xızı qızı, dağlar qızı olduğuma görə sizi dəstəkləyirəm, dəstəkləyəcəyəm də. Torpağından olduğuma görə, Mikail Müşfiq, Cabir Noğlu, Cəfər Cabbarın torpağının yetirməsi olduğuma görə, Seyfəddin Dağlı, Allah onlara qəni-qəni rəhmət eləsin. Biz də öz növbəmizdə deyir ki, insan həmişə öz işini bilirsə, hər kəs öz yerində olanda gözəl olur. Hər kəs öz işini görsün, hər kəs öz yerində olsun
Və mən elə bilirəm ki, biz bir yumruq olaraq birləşsək, Vəhdət Partiyasını da qaldırarıq. Düzünə qalsa, mən heç bir partiyanın üzvü deyiləm. Mən 4-cü hakimiyyətəm. Ona görə də bir tərəf olduğuma görə mən heç bir partiyanın üzvü deyiləm. Amma Namiq müəllim, canı dildən sizə söz verirəm ki, sizin yanınızdayım. Teşekkür ederim. Sağ olun Gülnara xanım. Sizi də qarşıdan gələn bayramlarınız münasibətilə təbrik edirəm. Konfransımız başa çatdı. Sağ olun, var olun.